insanların həqiqətən də torpağını... Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli təlim keçən müdavimlərlə görüş olub. Tədbirdə Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin şöbə müdürü Anar Aslanov və Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov iştirak edib. Görüş çərçivəsində qənnatçı, şiniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisiant ixtisasları üzrə təlimlərdə iştirak edən müdavimlərin əvvəlki təcrübələri və qazanacaqları biliklər müzakirə edilib. Təlim iştirakçıları proqramın onlara verdiyi imkanlar və peşəkar inkişaf perspektivləri haqqında öz fikirlərini bölüşüblər. Burada təlimlərə qatılmışam, ailəmlə bir yerdə. Yəqin ki, Kəlbəcərə köklə əlaqədar olaraq orada işlə təmin olunmaq üçün bura qatılmışıq da. Müəllimələr özləri örgəlir orada, nətər lazımdır sinifdə, otaqda hər şeydə var, oradan da həmən şeylərdən də bizə istifadə edir, başa salır ki, bunlar nəyə məsələn də lazımdır, nəyə nətər eləmək lazımdır. Hal-hazırda da kökün birinci kürətdə kökdəyəm, may ayında kök nəzərdə tutulub və hörmətli prezidentimizə də minnətdarımızı bildirirəm. Biz də bu təlimlərə qatıldıq. Çox gözəldir, yaxşıdır, müəllimələr də yaxşıdır, hər şey yaxşı gedir. Allah qoysa da Kəlbəcərdə bu işləri gedib orada eləyərik. Təşəkkür eləyirəm hamısına, dövlətimizə də təşəkkür eləyirəm, onlardan razıyam hamısından. Qeyd edək ki, Gəncə şəhərində məskunlaşan 100 nəfər məcburi köçkün, qənnatçı, şiniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisiant ixtisasları üzrə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli təlimlərə cəlb edilib. Qısa müddətli təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək müəyyən edilir. Təlim proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə qayıdışla bağlı birinci qayıdış dövlət proqramı icra olunmaqdadır. Orada Elm və Təhsil Nazirliyinin yanındakı Peşə Təhsili Dövlət Agentliyi tərəfindən qayıdan əhalinin, məcburi köçkün düşmüş əhalinin qısa müddətli təlimlərə cəlb edilməsi prioritetlərdən olaraq biri olaraq müəyyən edilmişdir. Burada əsas hədəfimiz bizim dövrün sonuna qədər 5000 şəxsin qısa müddətli təlimlərə cəlb edilməsidir. Bu təlimlər soruşulsa ki, nə verir? Bu təlimlər bizim qayıdan əhali üçün dövlət nümunəli sənədlərin verilməsini və hansı ki, bu sənədlər, dövlət nümunəli sənədlər, qısa müddətli kursları uğurla başa vuran müdavimlərə verilən sənədlər həmən şəxslərə məşğulluq imkanları yaradır. Çünki bu məşğulluq imkanı, dövlət nümunəli sənədlər həmin şəxslərin ərazilərə qayıtdıqdan sonra məşğulluq imkanlarının yaralanması üçün çox vacib, önəmli rol oynayacaqdır. Ümumilikdə proqram çərçivəsində keçirilən qısa müddətli təlimlər 8 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir.